Köçürülən böyrək və qaraciyərin ömrü nə qədərdir? Hər iki orqan bədənimiz üçün yad toxumadır. İmmun sistem onunla mübarizə aparır. Amma bu baxımdan qaraciyər daha şanslı orqan sayılır. İmmun sistem üçün böyrək toxuması daha cəlbedici gəlir və ona qarşı daha güclü mübarizə aparır. Buna rədd etmə reaksiyası deyirlər. Rədd etmə reaksiyası zamanı bir qrup dərmanlardan istifadə olunur. Həmin dərmanlar qaraciyəri qoruduğu halda böyrəyə qarşı zədələyici təsirləri vardır. Buna görə də böyrək həm immun sistemimizlə mübarizə aparmalı olur, həm də rədd etmə reaksiyası zamanı verilən dərmanların ona zədələyici təsiri ilə mübarizə aparmalı olur. Eyni zamanda orqanizmin qalıcı xəstəlikləri vardır. Məsələn, diabet, təzyiq, nefrit. Bunlar alıcının öz orqanlarını zədələdiyi halda eyni zamanda taxılan böyrəyə də zədələyici təsir göstərir. Bu baxımdan qaraciyər daha şanslıdır. Nəticə olaraq onu deyə bilərik ki, köçürülən qaraciyər əgər doğru təqib olunursa, damarlarında qan axımı normaldırsa və verilən tövsiyələrə xəstə normal riayət edirsə, o zaman qaraciyər alıcını ömrünün sonuna qədər müşayiət edir. Taxılan böyrək isə ömrü 10-15 il arasıdır. Əlbəttə tarixdə bundan da daha uzun illər məlumdur.